Mən hər birinizi salamlayıram. Bir dəqiqə diqqətli olaq. Burada bir vaxt məsələsi var, məhdudiyyətli, yəni sizin üçün. Mən çox istəyirəm ki, biraz çox məlumat alasınız və ziyarət baxımından biraz da səfəriniz geniş olsun. Mən Fəxrəddindir mənim adım, familiyam Hacıbəylidir. Əslim köküm bax bu torpaqdandır. Şurada biz həmişəlik yaşayırıq, əbədi yaşayırıq. Övladlarımızla, nəvələrimizlə, nəticələrimizlə bu gözəl zəfərimizlə fəxr edəcəkdir. Şura bizim qaim qədim yurt yerimizdir. 1752-ci ildə bilirsiniz Pənahəli xan tərəfindən inşa olunmuş gözəl bir məkandır bura. İlk adı Qalaolovdur, yəni bura qala məqsədi ilə yadelli düşmənlərdən qorumaq məqsədində tikilmiş bir məkandır. İkinci adı Pənahabad, yəni Pənah xanın öz adı ilə bağlı Pənahabad olub. Üçüncü adı isə Şuşa. Şuşa yəni dağın şiş yerində olan bir məkan. Şişə, Türk anlamında, yəni Türk toponiminə söykənə qoğar. Bu il Şuşanın Cənab Prezidentimiz tərəfindən elan olunubdur. Bu il Şuşa ilidir, yəni 2022-ci il Şuşa ilidir. Bu il Şuşanın 270 illik tarixinin ildönümüdür, yəni yubiley ərəfəsidir. 1787-88-ci illərdə Bülbülün ulu babası Kəlbala Yusif tərəfindən inşa olunmuş bir binadır. İki otaqlı bir binadır. Buranın tarixi Şuşanın tarixi ilə demək olar ki, eynidir. 30-35 il fərqi var. Bülbülün əsl adı Murtuzadır, bəli. Məmmədov Murtuza Məşədi Rızaoğlu. Bülbül 1897-ci ildə iyun ayının 22-sində, bu il biz onun 125 illiyini qeyd edəcəyik Allah qoysa. Bax bu binada doğulubdur. Bəs niyə Murtuza biz ona Bülbül deyirik? Bax bu gördüyünüz ağac 1871-ci ildə əkilmiş ağaçdır. 150 yaşı var bu ağacın. Bülbül körpə vaxtı çıxarmış bu ağacın üstünə, gənc yaşlarında. Orada bülbülləri təqlid edilmiş, yamsılayanmış. Ona görə xalq arasında Balaca Murtuza elə Bülbül adı ilə məşhur oldu. Bugünə qədər də biz onu Bülbül kimi tanıyırıq. Yəqin bu tarixi çoxunuz bilmirsiniz. Yox. Bax o Bülbülün ona adın verilməyində Balaca Murtuzaya bu ağacın müstəsna əhəmiyyəti var. Biz bu ağacı qoruyuruq, görürsünüz orada direkt də qoymuşuq ki ona, yəni o qırılma təhlükəsi olmasın falan. Bax Bülbül adının o insana verilməyində bu ağacın müstəsna rolu var. Ona görə biz bu ağacı qoruyub saxlayırıq.